Salyan rayonunun Çadırlı kəndində yaşayan bir ailənin 4 üzvü qidadan zəhərlənmə şübhəsi ilə Şirvan şəhər mərkəzi xəstəxanasına müraciət edib. İlkin tibbi yardım göstərildikdən və mədələrin yuyulduqdan sonra vəziyyətləri stabil qiymətləndirilərək ambulator müalicə üçün evə buraxılıblar. Lakin ailənin üzvlərindən 2015-ci il təvəllüdlü Hüseyn Cəfərovun vəziyyəti sonradan ağırlaşıb. Azyaşlı 12 fevral 2026-cı il tarixində saat 15 radələrində yenidən xəstəxanaya çatdırılsa da, həkimlər onun bioloji ölümünü qeydə alıblar. Şirvan şəhər mərkəzi xəstəxanasından verilən məlumata görə hazırda zəhərlənən digər 3 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir. İlkin ehtimallara əsasən zəhərlənməyə konservləşdirilmiş tərəvəz məhsulu səbəb olub. Mehdi Balaşov, Şirvan şəhər mərkəzi xəstəxanasının acil şöbəsinin həkimiyəm. Saat gecə 1:20 radələrində bir ailənin 4 üzvü, biri ana, 3-ü uşaq olmaqla Şirvan şəhər təcili yardım şöbəsinə müraciət elədilər. Zəhərlənmə şübhəsi var idi, amma ürək bulanmadan başqa heç bir əlamət yox idi. Həyati göstəricilər normal idi. İlk yardım olundu, təmizləyici müayinə olundu və bir neçə saat nəzarətdə saxlanıldı. Və xəstənin halı normallaşdığına görə, heç bir şikayət olmadığına görə ambulator müalicə üçün evə buraxıldı. Və səhər yenidən uşaqlardan birinin halı pisləşib, həkimə müraciət olunmayıb və axşamüstü 15:00 radələrində yenidən Şirvan şəhər mərkəzi xəstəxanasının acil şöbəsinə gətirilib, artıq həkimə qədər bioloji ölüm təsdiq olundu. İlkin diaqnozumuz, ilkin müraciət vaxtı bağırsaq infeksiyasından şübhələndik. Həyati göstəricilər normal olduğuna və halı yaxşı olduğuna görə ambulator müalicə üçün evə buraxmışdıq. Faktla bağlı araşdırma aparılır. Mirsahib Rahloğlu, Muğan TV, Şirvan.